Bu doyuncanın cası ilə bağlı olduqca çox səhv var və məncə bu səhvlərə artıq son qoymağın zamanıdır. Öncə bunu deyim, cəhlər gedir ha. Öncə bunu deyim, buradakı ca qoşma deyil. Niyə qoşma deyil? İzahda görəcəksiniz. Öncə səhifəmizi deməli bəyənməyi və abunə olmağı yaddan çıxarmayın. Getdik. Baxın, biz canı müəyyən eləməkdən ötürü onun yerinə o sözü götürürük, yəni canı oradan götürürük, yerinə başqa bir qoşma qoyuruq. Yaxşımı? Məsələn, deyirəm yol boyunca, düzdür? Canı götürəm, nə deyirəm? Yol boyu ilə. Düzdür? Sonra dəryaca, dərya qədər. Uşaqca, uşaq qədər. Canı götürdüm, oradan əvvələ heç bir müdaxilə eləmədim. Sənsə canı buradan götürürsən və ayrı bir nümunə gətirirsən. Deyirsən ki, müəllim, doyana qədər sənin dediyin doğru nümunədir. Burada problem yoxdur ki, doğru nümunədir. Amma başqa şey üçün doğrudur. Bu nümunənin doğrusu deyil. Bir faktı ispat eləmək üçün həmin fakta uyğun dəlil və doğru fikir gətirməlisən. Başqa bir faktın, başqa məsələnin doğru fikri ora üçün doğrudur. Bura üçün doğru deyil. Hə? Bu, mənim qızım Nurayn sualına oxşur. Deyirəm ki, niyə məktəbdə filan şey eləmişsən? Deyir, onda Nur niyə məndən böyüdür? Yəni, çaşıb qalmışam, bunun ora nə dəxli? Demək istədiyim odur ki, sənin gətirdiyin nümunə də baxın Nurayın nümunəsinə oxşayır. Ona görə ehtiyatlı olmaq lazımdır. Canı götürürsən, birbaşa canın yerini artırsın. Doyun qədər olar, yox bir qoyun qədər. Olar mı? Olmaz. Bax, kök məşəkkilçi deyə bir şey var. Doy sözün kökü, doydan nə yarar? Unca feili bağlama, yəni unca feili bağlama şəkilçisi miqdar bildirə bilir. Doyunca, nə bilim, tutunca, partlayınca, düzdür, miqdar bildirə bilir. Amma məsələn deyir ki, doyunca çəkil. Nə zaman? Orada zamandır, amma doyunca yedi nə qədər? Orada miqdardır. Bəs ca nə oldu? Ca feili bağlama desən səhv olacaq. Deməlisən ki, ca feili bağlama şəkilçisinin tərkib hissəsidir. Ən doğru cavab bax budur. Belə, bu qədər. Bütün calarla bağlı bir video hazırlamaq istəyirəm. O yüzden inşallah baxarsa, onun üçün bu səhifəyə mütləq abunə olmağı, rəy yazmağı yaddan çıxarmayın. Blok imtahanına hazırlaşanlar, imtahana qədər bizlə sürək qrupumuzda deməli hazırlaşmaq istəyənlər, 30 düz yazmaq istəyənlər buyurub gələ bilərlər. Həmçinin may ayının 15-ə kimi dərslərə başlayacaq MİQ qruplarımıza, sürək qruplarımıza qoşulmaq istəyənlər də deməli dil ədəbiyyat müəllimləri 078 82 18 83 yaza bilərlər. İbtidai sinif müəllimləri 055 597 01 51-ə, həmçinin abituriyentlər də bu ikinci nömrəyə yaza bilərlər. Bu qədər, sağ olun.